Mən Sehran Babayeva, Ağdam rayonunun Gülablı kəndində anadan olmuşam. Beynəlxalq Avrasiya Mətbuat Fondunda Azərbaycanda ilk mina axtaran qadın olaraq 3 ildir mina təmizləyən vəzifəsində çalışıram. İşimlə çox fəxr edirəm. Mən özüm məcburi köçkünəm. O müharibənin qızğın gedən döyüşlərin şahidi olmuşam. Öz torpaqlarımı minalardan təmizləmək mənim üçün böyük bir şərəfdir. Bu torpaqlar illərdir sükuta məhkum idi. Bu sükutun içində bir ümid var idi. Azad olunmuş Qarabağ torpaqlarını təmizləməkdə mənim də payım olduğu üçün çox qürurlanıram. Hər tapılan mina bir ailənin evinə qayıdışı deməkdir. Təmizlədiyimiz torpaqlarda cəsarətlə, fəxrlə insanlar rahat yaşayır artıq. Bir ana kimi minlərlə uşağın təhlükəsiz sabahı üçün çalışırıq. Həm zərif, həm güclü olmaq bir qadın üçün böyük qürur deməkdir. Qadın zəif deyil, qadın həyat verəndir. Mən 4 evlad anasıyam. 2 oğlum, 2 qızım var. Mən bir Azərbaycan xanımı kimi bütün qadınları səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, can sağlığı arzulayıram. Əziz xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək.